bizim ailə dəyərlərimiz həmişə böyüyə hörməti özündə ehtiva edir. Amma böyüyə hörmət deyəndə biz nəyi başa düşürük? İçəri girəndə ayağa qalxmaq, bəli, bu olmalıdır və bu bizi digər cəmiyyətlərdən hesab edirəm ki, üstün eləyən ən vacib məsələlərdən biridir. Ailəyə, ata-anaya, böyüklərə xüsusi yanaşma, rəğbət göstərmək bu çox önəmli məsələdir. Amma 45 yaşında bir insan istənilən addım atanda öz böyüyündən soruşmadan o addım ata bilmirsə, mən hesab edirəm ki, bu ciddi bir, belə deyək də, inkişafı, fərdi inkişafı əngəlləyən bir məsələdir. Biz bunun arasında ciddi bir fərq qoymalıyıq. Bugün biz ailə dəyərləri məfhumu altında gənclərin inkişafının qarşısını alırıq. Ümumiyyətlə, balansın tapılması istənilən məsələdə ən vacib məsələdir. Bir İsveçrəli bir alximik var, Paracels, onun yaxşı bir misalı var. O deyir ki, zəhərlə dərmanın fərqi yalnız onun dozasındadır. Yəni, o düzgün dozanı müəyyən eləmək, şam evə işıq verir, yanğın evi yandırır. Yəni, o düzgün xətti tapmaq əlbəttə ki, çətin məsələdir, amma bu bizlərdən asılıdır. Biz istənilən mövzuda bu balansı tapmalıyıq. Bu korporativ segmentdə rəhbər o balansı düzgün tapmalıdır. Ailə mühitində valideynlər o balansı düzgün tapmalıdır. Biz yaxşıya yaxşı deməyi bacarmalıyıq, bizə pis deməyi bacarmalıyıq. Övladlarımızı yetişdirəndə biz hansı dəyərlərin önəmli olduğunu, o dəyərləri yaşatmalı olduğumuzu deməliyik. Hansı dəyərlər bizi, bayaq dediyimiz kimi, müəyyən inkişafdan geri saxlayır, onu da biz, belə deyək də, onu da qarşısını almağı bacarmalıyıq. Bu çox önəmlidir və əlbəttə ki, burada bunu ümumiləşdirmək olmaz ki, yox, dəyərlər önəmlidir, əlbəttə yox, dəyərlər çox önəmlidir. Bizi millət olaraq, xalq olaraq formalaşdıran da elə o dəyərlərdir. Amma onun içərisində, belə deyək də, saf çürük eləmək lazımdır. Nə bizi qabağa aparır, nə bizi arxada saxlayır. Arxada saxlayanı əlbəttə ki, aradan çıxartmaq lazımdır.